Hər vaxtınız xeyir olsun, əziz dostlar, hörmətli izləyicilər. Xırdalandayıq 28-ci məhəllədə, yol kənarında. 7-ci binada 2 otaqlı mənzilimiz çıxıb satışa. Pad obyekti mənzilimiz binanın qabaq hissəsindədir. Biz arxa hissəsində göstərdik ki, ana-bala parkını görəsiniz. Yəni ki, burada bu obyekti də göstərək. Görürsünüz, 2 dənə qapı qoyub dupleks eləyib. Həm foto yeridir, həm də burası yuxarısı, gördünüz, kişi salonudur. Bax, yolla da məsafəsi gördünüz, 100-150 metrdir bu binanın. İndi keçək qabaq hissəsini göstərək. Bunları niyə təqdimat edirəm? Yəni ki, görəsiniz ki, hər yerdə obyekti binanın qabaq hissəsində konkret obyekt ediblər. 44 kvadratlı sahəsi Kupçada 44'dür. Yəni deyim biləsiniz. 62.000 manata, yəni Kupçalıdır. Qeyri-yaşayışdır. Özü Kupçada da qeyd olunub, qeyri-yaşayış qeyd olunub. Gördünüz, bax, binanın qabağında da 3 dənə obyekt buradadır. Bir dənə sağda dərzi sexi var, obyekt. Bu 3 dənə pəncərəsi olan bizə aiddir. Yəni ki, bugünkü gün satışa çıxan obyektimizdir. Hörmətli izləyicilər, istəsəz mənzil kimi də buranı, belə deyək də, istifadə edə bilərsiniz. Ya mənzil kimi, ya belə verin, alın, verin kiraya. Ya qiyməti də əladır. Yəni 44 kvadrat 62.000 manata bugünkü gün yoxdur Xırdalanda. Gəlin, baxın, kim alsa Allah xeyrin versin. İndi cüzi endirimdə olacaq. Blokdan keçirsən. Bura blok hissəsidir, liftdir, bu giriş qapısıdır, hörmətli izləyicilər. Gəlirsiniz, baxırsınız, yəni orta təmirlidir. Yəni təmirə ehtiyac var. Yəni qapını buradan qoyub, belə pis çıxmasın, reklam eləyin. Buranın salon kimi də istifadə edə bilərsiniz. Yəni 2 dənə geniş otağı var, özünün kuxna sistemi var, ayaq yolusu var. Hündürlüyünü görürsünüz. Ya içəridə dupleks eləyin. Yəni bugün bizə yaxınlaşdılar, buranı istədilər kurs kimi də belə otaqları remont edib kursa versinlər kirayə kimi. Biz razı olmadıq. Dedik ki, bu mənzilimiz satışdadır da. Kimsə alarsa, obyekt kimi istəyərsə, gələrsiniz ondan danışarsınız. Yuxarıda çəni də var, su çəni də var. Bura mətbəx hissəsidir. Görürsünüz, yəni ki, bunlar hamısı indi çıxacaq da, təbii ki. Qazı, suyu, işığı hamısı da var. Yəni ki, sayğacları da var. Heç problemdir. Və bu gördüyünüz pəncərələrdən 2 dənəsini açıb, yəni ki, bölüb ortadan qəşəng 2 dənə obyekt də çıxarda bilərsiniz. Bu üzbəüz qapı o birisi obyektə aiddir, dərzi sexinə aiddir. Yəni bağlıdır, o zabit olub, o tərəfdən də kərpiçdən hörülübdür. Yəni ki, buranı göstərin. Bu tumbanı görürsünüz, tumbadan ayrılıb 2 dənə obyekt eləyə bilərsiniz buranı. Ya da 2 otaqlı mənzil kimi alın, verin kiraya. Ya remont eləyin, özünüz yaşayın. Yəni çox əla bir variantdır. Qiyməti də kvadratına görə də əladır. Yəni superdir, hörmətli izləyicilər. Hündürlüyü də ki, yəni göz qabağında. Gəlirsiniz, baxırsınız. Kim alsa Allah xeyrin versin. Allah hər kəsə ev qismət eləsin, belə obyekt qismət eləsin. Allah hər kəsin ruzusunu versin. Necə deyərlər, niyyəti gözəl olanın ruzusu bol olar. Allah köməyiniz olsun. Zəng eləyin, hər zaman xidmətinizdəyik. Hələlik.